Hər bir insanın şəxsiyyət kimi formalaşması məhz məktəbdə başlayır. Daha dəqiq ifadə etsək, insanın ilk cəmiyyəti elə məhz məktəbdir. Bu baxımdan məktəblərdə təlim-tərbiyə prosesində şagirdlərə vətənpərvərlik hisslərinin aşılanması daim olmalı. Bu mövzunun təşkili təbliği metodikanın başlıca vəzifələrindən biri olmalıdır. Qələm tutub yazı yazmağa, oxumağa başlayan şagirdlərin ilk yazısı, ilk oxusu ana və vətən kəlmələr olur. Vətən sevgisi, vətənə məhəbbət insanın dilindən, insanın daxilindən, qanından gəlsə də, vətənpərvərlik hissi körpə yaşlarından aşılanmalı, vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Məhəmməd Füzuli adına Sumqayıt şəhər 15 nömrəli tam orta məktəbdə şagirdlər vətənpərvər ruhda yetişdirilir. Mütəmadi olaraq qəhrəmanlarımız haqqında uşaqlara məlumatlar verilir. Keçdiyimiz zəfər yolundan danışılır. Məktəbin, müəllimin vəzifəsi təkcə bilik vermək, hansısa elmin sirlərini açıqlamaq deyil, həm də vətənə layiqli şəxsiyyət yetişdirməkdir. Məktəblərdə uşaqlara ilkin vətənpərvərlik hissinin aşılanması müxtəlif üsullarla, onlara vətənpərvərlik mövzusunda mahnı və şeirlər öyrətmək, dövlət atributlarının şəkillərini çəkdirmək və s. vasitələrlə öyrədilir. Elmira Yaqubova və onun rəhbərlik etdiyi pedaqoji kollektiv vəzifələrinin öhdəsindən layiqincə gəlir. Bugün vətənpərvər bir şəxsiyyəti yetişdirib cəmiyyətə təqdim etmək, elmin məbədi olan məktəbdən, elmin kitabı olan müəllimdən, mənəvi əxlaqın amili olan ailədən başlayır. Bugün bizim məktəbimizdə fəaliyyət göstərən 60 sinif otağı vətəni uğrunda canından, qanından keçən milli qəhrəmanlarımızın, baş tacımız olan şəhidlərimizin adını daşıyır. Bir müəllim öz elmi təfəkkürü ilə millətinin dəyərlərini şagirdlərinə bilik və bacarıqla yanaşı, tədrisdə keyfiyyəti yüksəltməklə, nailiyyətə qovuşduraraq, vətənpərvərliyi də vəhdətdə əks etdirərsə, cəmiyyətimizdə vətənpərvərlik də öz əksini yüksək səviyyədə tapar, yaxşı vətəndaşdır. 15 nömrəli tam orta məktəbdə şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət xeyli artırılıb. Ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə şagirdlərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də milli mənəvi dəyərlərin qorunub saxlanılmasına yönəldilir. Vətənpərvərlik tərbiyəsi öz vətənindən sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin artırılması, hər an vətənin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu hissin təkcə dərs prosesində deyil, dərsdən kənar daşılanması, vətənpərvərlik mövzularına həsr olunmuş tədbirlərin keçirilməsi şagirdlərdə qəhrəmanlıq və məğlub edilməzlik kimi ən ülvi hisslərin yaranmasında və dərinləşdirilməsində mühüm rol oynayır. Məktəbdə vətənpərvərlik hissi ilə formalaşdırılan o şagirdlər bugün 30 ildir düşmən tapdağında olan torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərən igid əsgərlərimizdir. Elvin Qudratov, Şəmsistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.